Hədislərdə gəlmişdir ki, çalışın ailənizi, bəylərə xitaben buyurulur ki, çalışın ailənizi daim sevindirin. Hətta hədislərdə gəlmişdir ki, hətta əgər bir səfərə getsəniz belə, səfərdən qayıdarkən hətta bir daş parçası belə olsa, hədiyyə ünvanında ailənizə gətirin ki, çünki qəlb sevinməlidir. Kiçik bir məsələ ilə qəlbi sevinən şəxslər var ki, buyurulur ki, ailədə daha çox vaxt keçirin, övladlarınızla daha çox vaxt keçirin, məxsus müəyyən sevgi ehtiyacları vardır ki, əgər ailədə qız uşaqları vardırsa, istəyir ata, istəyir ana, daha çox onlara büruzə verməlidir. Övlad arasında ayrı seçkilik yox. Yəni, bəzən fikirlər səhv anlaşılır ki, məsələn, qız uşağına sevgi daha çox göstərilir, övlad uşağı sevgidən məhrum olunur, xeyr. Yəni, hər birinin özünə xas davranış qaydası